Bu ilin yanvar ayında 12 aylıq inflyasiya 5,4% olub. İllik qiymət artımı bu dövrdə ərzaq malları üzrə 5%, qeyri-ərzaq malları üzrə 2,6%, xidmətlər üzrə 8,4% təşkil edib. İllik baza inflyasiyası isə 4,3% olub. Azərbaycan Mərkəzi Bankından bildirilib ki, son aylarda inflyasiyaya təsir edən xarici amillərdə ümumilikdə sabitlik müşahidə olunub. Beynəlxalq Valyuta Fondunun məlumatına görə 2025-ci ilin fevralında əmtəə qiymətləri indeksinin illik artımı 8,5% təşkil edib. Ticarət tərəfdaşlarının orta çəkili illik inflyasiyası cari ilin yanvar ayında ötən ilin eyni ayına nəzərən 10,7% olub. Manatın qeyri-neft qaz sektoru üzrə nominal effektiv məzənnəsi 2024-cü ildəki 9%lik möhkəmlənmənin ardınca 2025-ci ilin ilk 2 ayında 1,5% ucuzlaşıb. Ümumilikdə mövcud pul siyasəti inflyasiyanın hədəf diapazonunu daxilində saxlanılmasına və inflyasiya gözləntilərinin sabitləşməsinə yönəlib. Mövcud siyasət çərçivəsində baza ssenari üzrə 2025-ci və 2026-cı ildə illik inflyasiyanın hədəf daxilində olacağı proqnozu dəyişməz qalır.